Salamlar olsun bütün dünya Azərbaycanlarına, o cümlədən məni sevənlərə də, sevməyənlərə də. Sevməyənlərə də Allah Teala ağıl versin, ağıllı olsunlar. Dövlət başçımızı, cənab prezidenti, dəmir yumruq prezidentimizi sevsinlər və həmişə daim olaraq prezidentə sadiq olsunlar. Amma bəzən məmurlar hansı ki var, koğuşda əllə də pulu yığmırlar, ekskavatorun koğuşu ilə yığırlar pullar. Darıxmayın, hamımızın burnundan tökəcək cənab prezident onları. Buna şübhəz olmasın. Mənim əzizlərim, mənim yenə bu ikinci Cəlilabad oranın təhsil şöbəsinə qədər təhsil şöbənin sektoru İlkin Zeynalovun bu ikinci hissədir. Ardı davam olunacaq. Hissə isə mən demişdim, məktəblər bərbad gündədir. Mən demişdim, Cəlilabad rayonunun Uzuntəpə bir salı məktəbin idman zalı daimi may ayından sonra təmir edirdik. Biz təmir edirdik. Yəni mənim oğlum da hamımız təmir edirdik. Şəxsi vəsaitimizlə. Heç vaxt təhsil şöbəsi o idman zalına bir dənə litr kraska da verməyib. Bu vaxta qədər. İlkindən qabaq edirdilər. Bəli. Təhsil şöbəsinin sektoru İlkin Zeynalov, aç qulağı eşit ilə. Mən sənə indi bir salı məktəbin zalın nə günə düşüb, nə gündədir. Orada idmançılar yetişib. Orada o spor zalda 2 dəfə ölkə çempionu olub bir məktəbin uşaqları. Mənim oğlumun məktəbin uşaqları 2 dəfə ölkə çempionu olub. 2008, bir də 21-ci il. Amma sən orada idmanı öldürdün. Sən Cəlilabadın voleybolunu məhv elədin. Voleybolu Cəlilabadda məhv elədin. Voleybolu yaradan mən bu yerə gətirib çıxardan. Amma məndən sonra bu voleybolu siz bu yerdə gətirərsiniz, o qalıb Allaha. Bu mümkün olan şeydir. Məni kimi peşəkar voleybolçunu sən tapa bilmərsən. Sən çox böyük səhvə yol verdin. İkinci isə idman zalını. Mən xahiş edirəm bütün respublikada, cənab prezident, baxın, idman zalı nə gündədir. İdman zalının təhsil sektoru İlkin Zeynalovun saxladığı, bəyəndiyi spor zal budur. Buyurun, baxın. Salamlar olsun bütün dünya Azərbaycanlarına. O cümlədən də məni sevənlərə də, sevməyənlərə də Allah Teala ağıl versin. Mən bu müraciəti cənab prezidentə çəkirəm bunu. Analıq olmayan bir spor zaldır. Hansı ki bu spor zalın halı görünən gündədir. Bu spor zala Cəlilabad rayonunun təhsil şöbəsi regional heç bir əhəmiyyət verməyib. Bu neçə ili bu spor zalı biz öz gücümüzlə saxlamışıq. Ona görə bu spor zalda Azərbaycan çempionları çıxıb ortaya. Bu spor zalda bu məktəbin uşaqları 2008-ci il Respublika çempionu olub. 21-ci ildə də yenə də Respublika çempionu olub. Amma çox təəssüflər olsun ki, bərbad gündədir. Bərbad gündədir. Qəti bu spor zala baxılmır. Odur, regionalın hara baxır? Regionalın gözü hara baxır? Təhsil şöbəsinin sektoru hara baxır? Zəhmət çəksinlər, gəlsinlər spor zalı təmir etsinlər. İlkin Zeynalov, başva bəzək vurmaq deyil. Başva bəzək vurmaq deyil. Xoruz gəzmək deyil. Bu idman zalına bax gör nə gündədir. Utanırsınız buna. Baxırsınız, utanırsınız buna. Bu dövrdə də belə idman zalı olar. Burada da güclü idmançılar yetişən yerdə belə idman zalı olar. Hara baxırsınız siz? Hara baxırsınız? Sən nə edibsən İlkin Zeynalov? Budurmu sənin məktəblərə diqqət yetirməyi? Mən sənə elə məktəb çəkəcəm. Nə gündədir? Külək əsin, uşaqları külək içəri girir. Ondan danır. Kətlərdə məktəblər bağlıdır. Məktəbdə uşaq yox, şagird yox. Budur. Bunlar sənin bu təhsildə olandan bəri təhsili bərbad günə gətirib çıxarırsan. Təhsil naziri də eşitsin. Regionalını da eşitsin. Baxın görün nə gündədir spor zalı. İdman zalı bu gündə olar mı? Halbuki burada Azərbaycanın yığmasına Famil Ağayev kimi, Asif Əliyev kimi, Yusuf Bunyatov kimi, Musa Bunyatov kimi, Natiq Nəbiyev kimi,
və digərləri 6 nəfər, 7 nəfər oyunçu yetişən yer Azərbaycana bilirsən nə gözəl idmançı, voleybolçular buradan verilib. Bu günə siz qoyubsunuz, xaraba günə qoyubsun sən zalı, idman zalı. Sənin idmandan da xəbərin yox. Sənin təhsildə ancaq pul yığmaq, ancaq məktəb direktorlarından pul yığmaq özü üçün nətərlər ki, bu karyera qurmaq üçün. Amma səni kim müdafiə edəcəksə o da payını alacaq. Bu idman zalını bugünə qoyubsan sən. Sən cavab verməlisən. Mən Bunyatov Vaqif Kamiloğlu. Buyur, bu da ilkinin sənin məktəbin idman zalı. Baxdınızmı? Gördünüzmü? İndi mən gedirəm 3 saylı məktəbə, Uzuntəpə 3 saylı məktəbə dəyməyə. 3 saylı məktəbdə inanırsınız, orada qabaq biz gedirdik, əlimizi belə vururduq, divar əsirdi. Uşaqları külək vururdu. İndi isə mən həmən o məktəbi neçə dəfə biz dedik ki, bizim 4 dənə məktəb, 4-ü də bərbad gündədir, təmir olunur. Sabahları bu məktəblərin birində uçurum olanda, ölüm işi olanda mən indidən deyirəm, bütün cavabdeh şəxslər regionalla tutmuş, rayon sektoru cavab verməlidir ona. Məsuliyyət daşımalıdır, özdən nə cür? Cinayət məsuliyyətinə cəlb olunmalıdırlar bunlar. Çünki o məktəbdə mümkündür. Dağ kəndində də məktəblər var, qıfıllanıb, dərs keçmir. Dərs keçmir. Hamısı ilkinə patent verir. İlkin bu dəqiqə pulu qoğuşla yığır. Qoğuşla, ekskavatorun qoğuşu ilə. Mənim əzizlərim, indi baxın, 3 saylı məktəbin halına baxın. Buyurun, baxın. Salam əziz tamaşaçılar. Bir neçə ildir biz elə deyirik ki, Uzuntəpə kəndin məktəblərin 4-ü də bərbad gündədir. Nə bağça var, nə xəstəxana var, heç nə yox. 4 dənə məktəb 4-ü də bərbad günündədir. Bu məktəbin bu divarına əl vururduq, buradan külə vururduq uşaqlara. Bax bu məktəb. Neçə saylıdır bu? 3 saylı məktəb. Bax bunu məktəbin müəllimləri direktorla qarışıq bir yerdə, bir də kənd cəmaatı bunu köməkləşib bunu bu qaydaya gətirirlər. Bu məktəb tikilib 1926-cı ildə. Baxın nə gündədir. Keçək içərini də göstərək. Bu məktəb tikilmək üçün yer ayrılıb. Neçə ildir bizi alladırlar. Neçə ildir. Niyə gəlib tikmirlər? Bax bunun məsələsi budur. Kökü budur. 4 dənə məktəb 4-ü də bərbad gündə. 4 məktəbin 4-ü də avariya situasiyadadır. Buyurun. Bunun poluna bax ki nə? Zada o tərəfdəkilərinə baxaq, elə var. Buna bax. Belə, gör. Buyur, qoy cənab prezidentə çatsın, sonra cənab prezident sizin haqqınızda tədbir görər. Buyurun, baxın. Görün, nə gündədir, bərbad gündədir. Pol gündə, salam öykü müəllimə. Bağışlar, nə tərs. Bax, bu da dərs, davamiyyətə söz yoxdur. Davamiyyətə söz yoxdur burada. Davamiyyətə söz yoxdur. Amma dərd orasındadır. Məktəb özü bərbad gündədir. Yuxarıdan damır. Baxın, nə gündədir. Belə bir təhsil naziri, regionallı. Baxdınızmı? Gördünüzmü? 3 saylı məktəbin padologunu da göstərdim. Siz görürsünüz nə gündədir. Padologu nə gündədir. Məktəb nə gündədir. Amma sağ olsun, oranın məktəbin direktoru, onun müəllimləri, baxmayaraq, zibildən qızıl düzəldiblər. Yenə şərait yaradırlar. Uşaqlardan soruşuram, deyir, bəli, biz təzə məktəb işləyirik. Çətinlikdir. Müəllimlər əziyyət çəkir orada dərsə. Siz müəllimə şərait yaradın. Müəllimə şərait yaratmadan müəllimə nə tələb edə bilərsən sən İlkin Zeynalov? Hə? İstər regionalını. Şərait yaratmalısınız. Yatıbsınız yerinizdə və regionalını başına kraska qoyur, gündə 30 manat pul verir, kraska qoyur İlkin də. Kraska vurmaqla məşğulsunuz. Modabazlıqla məşğulsan. Hələ sənin təhsil şöbəsində başqa işlərlə də məşğulsan. Bunu da müəllimata mənə bir gün çatdırıblar.
Çox güman o haqda mənə fakt verəcəklər. O fakt veriləndən sonra mən onu ortaya qoyaram. Odur, mən sizdən xahiş edirəm, cənab prezident, ümumiyyətlə Cəlilabadın təhsil şöbəsinə çox güclü süpürgə vurmaq lazımdır. Detallı dəyişilməlidir. İlkin Zeynalov dünən etdiyim çıxışla əlaqədar, halbuki cinayəti örtbasdır etdiyinə görə və bəzən bu şeylər məktəblərə də baxımsızlığın üzündən ona qarşı araşdırma aparsın. Bu işə xahiş edirəm. Mən buradan korrupsiya idarəsinə müraciət edirəm. Şəxsən İlkin Zeynalovun fəaliyyətini korrupsiya gəlsin, yoxlasın. Biz nələr var açıb tökəcək. Çox sağ olun, var olun. Baxdınız mı? Gördünüz mü? 3 saylı məktəbin patologunu da göstərdim. Siz görürsünüz nə gündədir? Patologu nə gündədir? Məktəb nə gündədir? Amma sağ olsun, oranın məktəbin direktori, onun müəllimləri baxmayaraq zibildən qızıl düzəldiblər. Yenə şərait yaradırlar. Uşaqlardan soruşuram, deyir, bəli, biz təzə məktəb işləyirik. Çətinlikdir. Müəllimlər əziyyət çəkir orada dərsə. Siz müəllimə şərait yaradın. Müəllimə şərait yaratmadan müəllimə nə tələb edə bilərsən sən İlkin Zeynalov? Hə? İstər regionalına şərait yaratmalısınız. Yatıbsınız yerinizdə regionalını başına kraska qoyur, gündə 30 manat pul verir, kraska qoyur, İlkin də. Kraska vurmaqla məşğulsunuz. Modabazlıqla məşğulsan. Hələ sənin təhsil şöbəsində başqa işlərlə də məşğulsan. Bunu da məlumatı mənə bir gün çatdırıblar. Çox güman o haqda mənə fakt verəcəklər. O fakt veriləndən sonra mən onu ortaya qoyaram. Odur, mən sizdən xahiş edirəm, cənab prezident, ümumiyyətlə Cəlilabadın təhsil şöbəsinə çox güclü süpürgə vurmaq lazımdır. Detallı dəyişilməlidir. İlkin Zeynalov dünən etdiyim çıxışla əlaqədar, halbuki cinayəti örtbasdır etdiyinə görə və bəzən bu şeylər məktəblərə də baxımsızlığın üzündən ona qarşı araşdırma aparsın. Bu işə xahiş edirəm. Mən buradan korrupsiya idarəsinə müraciət edirəm. Şəxsən İlkin Zeynalovun fəaliyyətini korrupsiya gəlsin, yoxlasın. Biz nələr var açıb tökəcək. Çox sağ olun, var olun.